Namaz. Həzrəti Sadiq əleyhissalam buyurur, yuxuda namaz qılmağın 7 yozumu var. Birinci, əmniyyət. İkinci, sevinç, şadlıq. Üçüncü, izzət, məqam. Dördüncü, yüksək mənsəb. Beşinci, nicat, qurtuluş. Altıncı, murada yetişmək. Yeddinci, nöqsan, əskiklik. Həmçinin yuxuda rüku və səcdələrin 5 yozumu var. Birinci, murada yetişmək. İkinci, müttəfiqlik. Üçüncü, kömək. Dördüncü, zəfər. Beşinci, Allah Taala'nın əmr və göstərişlərini yerinə yetirmək. Həmçinin yuxuda bir şəxs namazı qılıb tamamladığını görsə, duası qəbul olacaq. Əks təqdirdə qəbul olmayacaqdır.